Deməli, bir nəfər baxır mənə belə svetoforda, pəncərəni açdı, dedi, qardaş, bu nədə almışsan? Mən də belə elədim ki, dayı, neyiniyim, alanım budda belə. Yəni ki, dedi ki, Allah dedi, köməyin olsun. Narahat olma, dedi, yaxşısını da alarsan. Dedim, çox sağ ol, qardaş. Özün də sürdüyü maşın köhnə bir maşın idi. Dedim, qardaş, maşın səndir. Dedi ki, yox, bu leasingdədir. Dedi, Allah qismət edir, inşallah sən də alarsan. Dedim, Allah razı olsun səndən, çox sağ ol. Bəzən insanlar heç başa düşmür ki, ümumiyyətlə mən nə sürürəm. Yadınızda qalsın, balaca maşın sürmək üçün böyük adam olmaq lazımdır. Böyük adam olmaq. Kompleks olmamalıdır. Çox adam deyir ki, özünə bir düzəməlli maşın al da, o balaca maşınlara baxanda deyir. Qardaş, niyə, axı, niyə görə? Yəni, mən bu maşınla xoşbəxtəm, mənim gücüm də buna çatır. Sən axı kimsən ki, o sözü mənə deyə biləsən? Yox, mən yalandan gedib kreditə borca gelib bahalı Range Rover alım. Ondan sonra adamlıq olacam mən. Axı, mənim adamlığım o Range Rover'lə ölçülürsə, istəmirəm. Mənə adam deməyin. Deyin ki, elə bu adam deyil.